Dünyanın qabaqcıl ölkələri sırasında olan Respublikamız günü-gündən abadlaşır, öz iqtisadi qüvvəsini daha da möhkəmləndirir. Aparılan daxili və xarici siyasət, həyata keçirilən möhtəşəm layihələr və qəbul edilmiş qərarlar nəticəsində bugün doğma Azərbaycanımız sivil, hüquqi və güclü bir dövlətə çevrilib. Respublikamızın digər bölgələri kimi Quba rayonu da öz inkişaf dövrünə qədəm qoyub. 2012-ci ilin əvvəllərindən başlamış tikinti quruculuq, abadlıq və yenidən qurma işləri 2013-cü ilin birinci rübündə də uğurla davam etdirilib. Rayonun 2013-cü ilin birinci rübü üzrə əsas sosial-iqtisadi göstəriciləri barədə qısaca məlumatla sizi tanış etmək istərdik. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artım ilə 2013-cü ilin birinci rübündə ümumi məhsul buraxılışı 50,449 milyon manat, 2% artım ilə sənaye məhsullarının ümumi həcmi 5,986 milyon manat, 11% artım ilə kənd təsərrüfatı məhsullarının həcmi 9,480 milyon manat, 5% artım ilə adam başına düşən pullu xidmətlər 86,1 min manat olub. Bu müddət ərzində tikinti və quruculuq sahəsinə xüsusi önəm verilib. Bir sıra vacib obyektlərin inşasına başlanıb, əsaslı təmir və yenidən qurma işləri aparılıb. Rayonun Küpçal, Dağlı, Aşağı Tüləkəran kəndlərində tam orta məktəblərin tikintisinə başlanıb. Qaraçay, Xucbala və Hacıqayıb kəndlərində isə məktəblərin tikintisi davam etdirilir. Bu ilin yanvar ayında inşasına başlanmış Yeni Azərbaycan Partiyasının inzibati binasının tikintisi hesabat dövründə başa çatıb. Hazırda son tamamlama işləri aparılır. Rayon İcra Hakimiyyətinin inzibati binasının, Gənclər Mərkəzinin, Bayraq Meydanının, Fəvvarələr kompleksinin, Yaşıl Teatr konsert kompleksinin, Bakıxanov adına Tarix Diyarşünaslıq Muzeyinin, Quba Su Kanal İdarəsinin, rayon mərkəzi poçtantının inzibati binalarının tikintisi davam etdirilir. Onların yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur. Quba şəhərinin küçə və meydanlarında ötən ildən başlanmış abadlıq işləri 2013-cü ilin birinci rübündə də davam etdirilib. Belə ki, 223-cü Atıcı Diviziya küçəsində abadlıq işləri aparılıb. Yeni gecə işıqlandırma dirəkləri quraşdırılıb. 1600 kvadrat metr yaşıllıq zolağı yaradılıb. Mərmər bardyorlar qoyulub. Maksim Gorki küçəsində 32, Əzizbəyov küçəsində 16, Memar Əcəmi küçəsində 7 yeni işıqlandırma dirəyi quraşdırılaraq küçələr işıqlandırılır. Heydər Əliyev adına parkda ən müasir tipli işıqlandırma sistemi quraşdırılır. Nərimanov küçəsində ötən ildən yarımçıq qalmış işıqlandırma sistemi tamamlanıb. Şəhərin Fətəli xan, Nərimanov və digər ara küçələrində abadlıq işləri davam etdirilir. Bir sıra küçələrdə asfalt örtüyünün yenilənməsinə hazırlıq işləri aparılıb. Hazırda Nərimanov küçəsinin səki hissələrinin asfalt örtüyü döşənilir. Prezident İlham Əliyevin Quba rayonunun əhalisinə qayğısı və diqqəti sayəsində rayonun 7 yaşayış məntəqəsini birləşdirən Quba Küçal Küsnət avtomobil yolunun tikintisinə sərəncam verilib. Hazırda həmin ərazidə torpaq işləri görülür. Quba Qonaqkənd Şamaxı yolunun çəkilişi ilə əlaqədar nəzərdə tutulmuş işlərin görülməsi bu ilin birinci rübü ərzində davam etdirilib. Bakı-Rusiya magistral şosesinin rayona aid hissəsində təmir işləri aparılır. Körpü və digər mühəndis texniki qurğulara xidmət davam etdirilir. Magistralın Ağçay üzərində yerləşən körpü əsaslı tikinti kimi plana salınaraq yenidən qurulub. Yaxın günlərdə körpü istismara verilib. Qudyalçay üzərindəki tarixi abidə olan Tağı körpüdə bərpa işləri və Mirzəməmməd kəndində Qudyalçay üzərində yeni salınmış körpüdə inşa işləri başa çatıb. 2013-cü ilin birinci rübündə rayonun qəsəbə və kəndlərində də tikinti abadlıq işləri görülüb. Alekseyevka kəndində 1800 kvadrat metr aqlay materialı, 4300 kvadrat metr qaya daşı ilə özlənmə işləri aparılıb. Kəndin ərazisindən keçən magistral yolun kənarına əlavə torpaq daşınıb, relyef yola uyğunlaşdırılaraq yaşıllıq zolağı yaradılıb. Yaşayış məntəqəsi boyu 100 ədəd gecə işıqlandırma dirəyi quraşdırılaraq istifadəyə verilib. Nəticədə Alekseyevka kəndi müasir, yaraşıqlı, işıqlı bir qəsəbə formasına düşüb. Rayonun Digah kəndinə 1800 metr, Qəçrəş kəndinə 4500 metr, Qədikqışlaq kəndinə 7000 metr məsafədən yeni içməli su xətti çəkilib. Mirzəqışlaq, Küpçəqışlaq, Qımılqışlaq kəndlərində və Qırmızı qəsəbə ərazisində subartizan quyularındakı nasoslar təmir olunaraq yenidən bərpa olunub. Qırmızı qəsəbə, Vladimirovka, Ağbil, Rustov, Talabıqışlaq yaşayış məntəqələrində suvarma kanalları təmir olunub. Zərdabi qəsəbəsinin mərkəzi hissəsindəki küçə boyunca 300 metr məsafəyə asfalt döşənib. Digər küçələrdə 2000 metr məsafədə çalalar hamarlanaraq qismən asfaltlaşma işləri aparılıb.
Qəsəbə ərazisində yeni gecə işıqlandırma sistemi quraşdırılır. Amsar, Susay, Qamqam kəndlərində məhəllə daxili küçələrə çınqıl döşənib. 2013-cü ilin 1-ci rübü ərzində qaz təsərrüfatında da bir sıra işlər görülüb. Şəhərin 29-cu məhəlləsinə verilən təbii qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev prospektindəki orta təzyiqli daşıyıcı borudan 29-cu məhəlləyə 210 pagometr, diametri 108 mm-lik əlavə qaz xətti çəkilib. Nəticədə əraziyə təzyiqli təbii qazın verilməsi təmin olunub. Şəhərə giriş xətti politen boru ilə əvəz edilərək bir pilləli xətt çəkilib. Əhali abonentlərinin mənzillərinə quraşdırılmış qaz sayğaclarının dəyişdirilərək yeni tipli Ester markalı sayğaclarla əvəz olunmasına başlanıb. 2013-cü ilin 1-ci rübündə Quba elektrik şəbəkəsi tərəfindən elektrik təsərrüfatında müəyyən işlər görülüb. Belə ki, elektrik verilişi xətlərində istismara yararsız 28 dayaq dəyişdirilərək yenisi ilə əvəz olunub. 3600 metr 16,6 kilovoltluq yararsız naqil yenilənib. 0,4 kilovoltluq 6500 metr yararsız naqil SIP kabellə əvəz olunub. 251 ədəd bir fazalı, 6 ədəd 3 fazalı yeni sayğaclar quraşdırılıb. Yararsız vəziyyətə düşən 164 ədəd sayğac yenisi ilə əvəz olunub. Rayonun içməli su təminatının yaxşılaşdırılması və Quba şəhərinin su kanalizasiya sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması məqsədi ilə başlanmış layihədə tamamlama işləri aparılıb. Görülən işlər nəticəsində rayon əhalisi daimi və ekoloji təmiz içməli su ilə təmin olunacaq. Quba rayonunda bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Ölkəmizin ən mühüm turizm bölgələrindən olan Qubaya hər gün müxtəlif xarici ölkələrdən qonaqlar gəlir. Onlar rayonun görməli yerləri ilə, soyqırım abidə kompleksi ilə, rayonda yaşayan azsaylı xalqların adət-ənənələri ilə tanış olurlar. Qubada geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri ilə bərabər çox saylı mədəni kütləvi tədbirlər də keçirilir. Son vaxtlar rayonun bütün təşkilatlarında, yaşayış məntəqələrində Ulu Öndər Heydər Əliyevin və tanınmış avtomobil alim akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyləri yüksək səviyyədə qeyd olunub. Rayonda Gül bayramına geniş hazırlıq işləri aparılır.